Sportal TV ölkə futbola həsr olunan layihələrini davam etdirir. Axşamınız xeyir. Millinin oyunundan dərhal sonra isti-isti Azərbaycan, İslandiya görüşü və burada yaşananları müzakirə edəcəyik. Daimi ekspertimiz Sportal TV-nin Sportal A saytının təsisçisi Emin Abbasovla birgə. Emin, axşamın xeyir, xoş gördük. Xoş gördük Azər. Təəssüf ki, bax belə bir oyun bu nəticə ilə bitdi və belə bir məğlubiyyət aldıq və nəticədən asılı olmayaraq futbol varsa, milli varsa müzakirə olunmalı məsələlər çoxdur. Emin, elə dərhal başlayaq. Oyun bitən kimi verilişimiz hazırlanır. Biraz yəqin ki, oyundan 1-2 saat fərqlə biz bu verilişi izləyicilərimiz izləyə biləcəklər. Dərhal istəyərdim İslandiya Millisinin baş məşqçisinin sözlərindən başlayım. Oyun sonrası mətbuat konfransı. Onu da elan eləyək ki, veriliş ərzində Ayxan Abbasovun fikirlərini də bizdən eşidə biləcəksiniz. Bizim üçün çətin oyun oldu, lakin nəticə ürəyimizcədir. Rəqib komanda ikinci hissədə daha yaxşı idi. Qələbə qazanmaq hər zaman xoşdur. Ən əsası Azərbaycan yığması ilk görüşlə, bizimlə ilk görüşlə müqayisədə gücünü xeyli artırıb. Bəlkə də elə bu cümlə bizə çox şey deyir. Təbii ki, hamımız vurğulayırdıq ki, Ayxan Abbasovun gəlişindən sonra millidə ilk növbədə milli ruh yaranıb və futbolçular daha istəkli oynayırlar. Futbolçular ən azı milli komandamızın bu məğlubiyyətlərindən sarsılırlar. Ən azı bacardıqlarını ortaya qoymağa çalışırlar. Amma biraz yəqin ki, detallı gərək təhlil eləyək. Üzücü məqamlar var. Yəqin elə ilk üzücü məqam məğlubiyyətlərdir. Hər nə qədər məğlubiyyətdə döyüşkənlik çalarları olsa da, hər nə qədər futbolçular vuruşsalar da, amma məğlubiyyət olanda bir üzüntü var. Çünki biz gözləyirdik ki, bəlkə Bakıda İslandiyanı məğlub eləyərək bu seçmə mərhələdə 3 xal qazanaq, bir qələbəmiz də olsun, amma böyük ehtimalla artıq qələbəsiz bitirəcək. Düzdür, qarşıda elə Fransa ilə oyun var, amma ümidlər o qədər böyük deyil. Çünki hər nə qədər Fransa millisinin baş məşqçisi də desək ki, biz daha çox yəqin ki, əsas heyətə yox, az oynayan futbolçulara güvənəcəklər, amma onların o az oynayan futbolçuları belə bizimkilərlə müqayisədə daha güclüdür. Bu da reallıqdır. Gəlsək bu İslandiya ilə oyuna, ilk mən toxunmaq istədiyim məsələ odur ki, bax oyun Neftçi arenada keçirilir. Köhnə dillə, köhnə qayda ilə desək bu Baksel arena cəmaət belə tanıyırdı. O da elə böyük deyildi. Hardasa 8000-in biraz üzərində tutumu var. Amma bu arenada belə boş yerlər çox idi. İndi düzdür, mən statistikaya baxmamışam nə qədər, amma yəqin ki bir 4-5 min tamaşaçı sayı olacaq. Bu məyus eləyir. Məyus eləyir çünki görünən odur ki, bu illər boyu Azərbaycan milli komandasının məğlubiyyətləri, bura gəlib gedən əcnəbilərin böyük vədləri, kiçik işləri milli komandamıza olan güvəni azaldıb. Əvvəllər 90-cı illərdən mən Azərbaycan millisinin Bakıda keçirdiyi ilk yoldaşlıq oyunu xatırlayıram Türkiyə yığmasına qarşı. Mən həmin oyunda meydançada idim. İlk rəsmi oyunumuz İsveçrəyə qarşı, həmin oyunda da mən stadiona getmişdim və 90-larda dəqiq ki, Azərbaycan yığma komandası oynayanda Tofiq Bəhramov adına arenada iynə atsan yerə düşməzdi. O qədər maraq var idi, o qədər həyəcan var idi. Məğlub olurduqsa da insanlar stadionlara gedirdi, dəstəkləyirdilər milli komandamızı, iştirak edirdilər həmin maçlarda və bugün biz eynisini Qarabağın oyunlarında görürük. Stadionlarda boş yer olmur, az qala bilet üçün nə qədər bir-birinə ağız açan var, nə qədər bilet üçün çarpışan var. Amma milli komandanın oyunlarında demək olar ki, maraq o qədər deyil. Bax, bu üzür və Azərbaycan milli komandası ətrafında, Azərbaycan milli komandası üçün görülən işlərdən biri də olmalıdır ki, azarkeşləri stadionlara qaytarmaq mümkün olsun. Bu ilk növbədə nəticələrlə ola bilər. Komanda yaxşı nəticələr göstərsə, azarkeşlərdə yenə inam qayıda bilər və arenalara qayıda bilərlər. Amma indiki halda açığı biraz real görünmür. Oyuna gəlincə, sistem eyni sistem idi. Ümumiyyətlə bilirik, Ayxan Abbasov harda işləyibsə, istəyir bu Sumqayıt olsun, Zira olsun, bugün Şamaxıda ondan əvvəl Turanda. Ayxan Abbasovun bir modeli var. Bu 3 mərkəz müdafiəçilidir. 3-4-3 kimi də bunu demək olar. 3 mərkəz müdafiəçisi, 2 cinahda laterallər, 2 dayaq yarım müdafiəçisi və 3 nəfər irəlidə oynayırlar və bu sistemdə biz Elvin Cəfərquliyevin yoxluğundan danışırıqsa, sol cinah müdafiəçisi kimi Şamaxının oyunçusu Rüfət Abbasov oynadı, debüt oyunu idi.
Maçın əvvəllərində biraz inamsız görünsə də dəqiqələr keçdikcə fəallığını artırdı. Hətta ikinci hissədə çox təhlükəli bir zərbəsi var idi. İslandiyalı qapıcı onu dəf eləyə bildi. Xəyal Əliyev 21-in üzvü olsa da bu gün əsas komandanın start heyətində meydana çıxmışdı. O da sol winger kimi oynayırdı. Xüsusi dəyişikliklər bu idi. Toral məsələn sol cinah müdafiəçisi yox, sağ winger kimi oynadı. Turalı Qarabağda da bu mövqedə sınayıblar, milli komandada əvvəllər də bu mövqedə də oynayıb. Biraz universal futbolçudur. Bir neçə mövqeyini bağlaya bilir və Ayxan Abbasov bu cür dəyişikliklərə gedərək komandanı İslandiya yığmasına qarşı çıxartmışdı. Bir ikili hisslər o yaddaəsində İslandiya millisi ilə oyun. Bir tərəfdən biz deməliyik ki, bəli, o milli ruh var, döyüşkənlik var, komanda oynamaq istəyir. Belə baxanda oyun ərzində bir 4-5 dəfə təhlükəli hücumlara da çıxa bildi milli komandamız. Amma bəzən keyfiyyət çatışmadı o hücumları qolla tamamlamağa. İkincisi bu üçlü mərkəz müdafiəçili, beşli müdafiə sistemi deyəndə bu daha çox etibarlı müdafiə anlamına gəlir. Fikirləşsən ki, hə, ola bilər irəlidə çoxalmaq çətin olar, amma müdafiədə daha qapalı oynayıb, müdafiədə daha etibarlı futbol sərgiləmək olar. Təəssüf ki, birinci hissədə bizim müdafiəmiz çox ciddi səhvlərə yol verdi. Xüsusən birinci qol zamanı o qədər müdafiəçinin arasından bir tək-tək futbolçu çıxır, qol vurur. İkinci qol vurulan zaman İslandiya standart vəziyyəti çox düzgün yerinə yetirdi. Ev tapşırığı idi və orada ola bilər tamaşaçıların, izləyicilərin diqqətinə yayınsın, amma bir futbolçuları konkret bizim müdafiəçilərindən birini blokladı. O birisi düzgün zonaya girib hücumu baş zərbəsi ilə tamamladı. Yəni bu da işlənilmiş bir şeydir. Təəssüf ki, biz onun qarşısını ala bilmədik və ümumiyyətlə ilk qola qədər biz çox dərin müdafiədə oturmuşduq. İslandiya kimi rəqibə topu verib yalnız müdafiə olunmaqla məşğul olurduq. Bax bu çox təhlükəli tendensiyadır. Yəni əgər top rəqibdədirsə, daim hücum eləyirsə, bu hücumlardan biri hətta təsadüfi qolla da nəticələnə bilər. 2 dəfə tərs vuruşlar oldu. Birində Bəhlul az qala avtogol eləyəcəkdi. Birində digər futbolçumuzun tərs toxunuşundan sonra künc zərbəsi vurdu rəqiblərimiz. Bax birinci hissə biraz bax belə bir atmosferdə keçirdi. Hərçənd birinci hissədə bizim də bir neçə təhlükəli hücumlarımız oldu. Amma dediyim kimi bəzi anlarda bax son hücum fazalarında bizim futbolçularda o hücumu qolla tamamlamaq üçün səviyyə və keyfiyyət çatmırdı. Hardasa qeyri-dəqiq zərbə oldu, hardasa qeyri-dəqiq düşüncə oldu, hardasa daha yaxşı bəlkə də hücumu tamamlamaq olardı, amma gördük ki, yox, yəni bir şey alındıra bilmədik. İkinci hissədə İslandiya indi bunu demək çətindir ki, bəlkə biraz gücünü qorumaq anlamında geriyə çəkildilər, biraz bizə topla oynamaq imkanı verdilər. Bəlkə biz məğlubiyyətdən xilas olmaq istəyi ilə irəli atıldıq və daha çox topla oynamağa başladıq. Nəticə etibarilə təəssüf ki, qol vura bilmədik. Burada Rüfət Abbasovun çox təhlükəli zərbəsi vurğulanmalıdır. Sol ayağı ilə əla bir zərbə yerinə yetirmişdi. Ceyhun Nuriyev meydana girəndən sonra çox əla bir ötürməklə rəqibin müdafiəsini kəsdi, amma təəssüf ki, orada Rüfətin ötürməsindən sonra Rüstəm çərçivəyə düşə bilmədi. Bir neçə epizod yaratdıq. İkinci hissədə az-çox futbolu oynayan, oxşayan bir şeylər eləyə bildik, amma nəticədə qol vura bilmədik. Nəticədə oyunun gedişini heç cür dəyişmək imkanı yaranmadı və sonluq bir məğlubiyyətlə nəticələdi. Yeri gəlmiş ki, Anatoli Nuriyevin ikinci hissədə çox əla bir vəziyyəti oldu. Bəlkə daha tələsməyib, daha ağıllı bir zərbə ilə hesab arasındakı fərqi minimuma endirmək olardı, amma tələskən bir zərbə vurdu, top qapının üstündən keçdi. Hərçənd orada səhvi yol vermişdi İslandlar. Bax bu elementlərdir. Bax bu kiçik epizodlardır. Usta komanda odur ki, əlinə düşən kiçik epizodlardan belə qol çıxara bilir. Təəssüf ki, bizim kimi yığmalarda ustalıq səviyyəsi aşağı olduğuna görə biz belə fürsətləri boşa veririk və nə qədər bizim belə oyunlarda imkanımız ola bilər real. Bu 2-3 real imkan olacaq ki, onun məsələn ikisini qolla tamamlasaydıq bəlkə heç-heçə çıxartmaq mümkün olardı, amma alınmadı. Yenə də üzüntü var. Sadəcə sənin gözün saytlarda olsun Ayxan Abbasovun fikirləri olan kimi mən pauza verim. Ayxan Abbasovun fikirlərini davam elətdirin. Bu dəqiqələrdə davam eləyir, elə onu gözləyirəm. Və Emin, buradan yola çıxaraq istər-istəməz bundan sonrasını düşünürük. Fransa oyunundan sonra artıq yeni mərhələ başlayır, yeni başlanğıc. Ayxan Abbasov da və hazırki situasiyada AFFA, məşqçilər korpusu, hər kəs reallıqla barışır.
Bundan sonrası üçün bir tərəfdən bax bu cür oyunlara baxırsan, material əlimizdəki futbolçuların keyfiyyətinə baxırsan, düşündürücü məqamlar çoxdur. Ayxan Abbasov və məşqçilər korpusu bundan sonrakı mərhələlər üçün, misal üçün elə Millətlər Liqası olsun, Avropa çempionatının seçmə mərhələsi olsun, buralarda nə edəcək, hardan başlamalıdır? Oyundan əvvəl Ayxan Abbasovun media nümayəndələri ilə bir görüşü olub, mətbuat konfransı keçirib. Orada maraqlı bir sualla üzləşib və cavabı mənim üçün maraqlı olub. Sual veriblər ki, bəs AFFA rəhbərliyinin ümumiyyətlə Azərbaycan futbolunun inkişafı istiqamətində söhbətlər olurmu? O da deyir ki, bir neçə gün əvvəl AFFA-nın baş katibi ilə görüşmüşdüm. Əslində milli komanda barədə danışmalıydıq və söhbət elə yerlərə vardı, elə uzandı ki, bir də ayıldıq ki, 4 saatda Azərbaycan futbolunun problemləri, mövcud vəziyyəti ilə bağlı danışırıq. Azərbaycan futbolunda həqiqətən problemlər çoxdur və böyükdür və bu problemlər bir günə, bir aya, bir ilə yaranmayıb. Bu illər boyu yığılan qalaq-qalaq üst-üstə gələn problemlərdir ki, indi onları çözmək çox çətindir. Bugün təbii ki, biz bu vəziyyətə üzülürük. Təbii ki, hətta vəziyyətin çıxılmaz olduğunu hardasa qəbullanırıq, amma azarkeş qəbullanmır. Azarkeş bəlkə də çox şeyləri heç bilmir. Azarkeş qələbə istəyir, azarkeş daha bezib bu məğlubiyyətlərdən. Ona görə burada daha çox krizis menecerliyi lazımdır. Düşdüyümüz vəziyyətdən nə qədər tez çıxa bilərik və nəyin hesabına çıxmağımız daha realdır. Məncə bax bu cür qoymalıyıq məsələni. Birincisi bax Azərbaycan futbolunda gedib kimdən soruşursansa soruş. İstəyirsən hətta balaca uşaqdan da soruşsan ki, Azərbaycanda niyə futbol yoxdur? Deyəcək ki, çünki uşaq futbolumuz yoxdur, hər şey oradan başlanmalıdır. Amma təəssüf ki, hamı eyni fikri deyir. Hamı uşaq futbolunun yoxluğundan, uşaq futbolunun o qədər də yaxşı olmamağından gileylənir. Amma hələ də o uşaq futbolu istiqamətində görülən işlər yoxdur. Böyük mənada. Ona görə yəqin mən belə başa düşürəm, öz əldə elədiyim informasiyalardan belə bir qənaətə gəlmişəm ki, çox yaxın vaxtlarda Azərbaycanda o inkişaf strategiyasının icrasına başlanılacaq. Bir neçə regionda böyük futbol akademiyaları tikiləcək, orada müəyyən bir işlər görüləcək, amma bu biraz uzun vədəli proqramdır. Yəni bu hətta o akademiyaların tikintisi yəqin bir neçə il alacaq, sonra orada uşaqların yetişməsi və s. Amma milli dayanmır da. Biz millidə fasilə götürə bilmərik ki, bizi bir 3-5 il bu yarışlardan uzaq saxlayın, sonra qayıdaq. Biz burada oynamalıyıq və oynayırıq. Amma necə oynayaq ki, daha effektiv olsun? Burada da hərənin bir baxışı var. Məndən soruşursa, bəli, mənim bir baxışım var. Mən elə düşünürəm ki, millinin gələcək planları qurularkən mütləq şəkildə yeni seçmə mərhələləri üçün Qurban Qurbanov variantı incələnməlidir. Bunun üzərində düşünülməlidir. Bax, mən məsələn Berti Foxu heç vaxt Azərbaycan yığması üçün uyğun məşqçi saymamışam. Əvvəllər də o bura gələndə yadımdadır, biraz o vaxtdan qalan bəzi futbolçular var idi. Bu Kamran Ağayev idi, Mahir Şükürov idi, Rəşad Sadıqov idi, Raufun yaxşı vaxtları idi, Əliyevin, Əfran İsmayılovun Qarabağda tüğyan elədiyi dönəmlər idi. Ruslan Abuşov yaxşı formadaydı o dönəmlərdə. Yəni 7-8 yaxşı futbolçumuz var idi və bəlkə də o vaxt müəyyən qədər yaradıcı futbolla nəsə eləmək olardı. Hərçənd indiki yığmaya baxanda düşünürəm ki, o vaxt əməli başlı yığma komandamız olub. Amma onda da Berti Fox daha çox o müdafiə futboluna, daha çox 6-7 müdafiəçi ilə arxada oturmağa üstünlük verirdi. Mənə elə gəlir ki, millinin potensialından daha yaxşı yararlana bilərdi bu öz yerində. Lakin bunu hamı deyir, bütün o vaxt millidə olan futbolçular da təsdiqləyirlər ki, Berti Fox Azərbaycan millisinə baxışı dəyişmişdi öz gəlişi ilə. Futbolçular daha yaxşı otellərdə qalmağa başladı, onlara daha böyük mükafatlar verildi. Hardasa biraz daha fərqli düşüncə ilə başladılar yanaşmağa milli komandaya və mən bu anlamda deyirəm ki, Qurban Qurbanovu milli komandanın baş məşqçisi gətirsələr, ilk növbədə hər nə qədər desək ki, bu futbolçular eyni futbolçulardır, amma müxtəlif sistemlərdə müxtəlif görünə bilərlər. Ola bilər fərq 180 dərəcə olmayacaq, amma müəyyən mənada Qurban Qurbanovun oyun sistemində, məsələn, Ayxan Abbasov 5-li müdafiəni oynayır, daha dərin müdafiədə oturur. Debiyazi də 5-li müdafiəni oynayırdı. Santuşda Qurban Qurbanov bilirik ki, rəqibin kimliyindən asılı olmayaraq 4-lü müdafiə üstünlüyü verir. Bu sistemin özünün müəyyən fərqləri var və mən əminəm ki, Qurban Qurbanovun milli biraz daha fərqli görünə bilərdi. Üstəgəl Qurban Qurbanovun adı, sanı, işə yanaşması, peşkarlığı biraz milliyə baxışı da dəyişə bilər.
hardasa daha fərqli cür futbolçular da biraz fərqli yanaşacaqlar, federasiya da fərqli yanaşacaq, amma burada biraz bax belə məsələ var da. Ayxan Abbasov sanki daha ucuz variantdır. Yəni Ayxan Abbasov təbii ki, maaş anlamında da daha kiçik maaş işləyir, ola bilər şərait baxımından da o qədər də tələbkarlıq ortaya qoymayacaq indi mövcud durumu bilər, amma Qurban Qurbanov gəlsə burada yəqin onun maaşı da fərqli olmalıdır, milliyə yaradılan şərait də fərqli olmalıdır, yəqin tələblər də fərqli qoyular Qurban Qurbanov, amma bugün kim olursa olsun, istəyir Ayxan Abbasov, istəyir Qurban Qurbanov, istəyir əcnəbi məşqçi, tələblər ola bilər ki, Millətlər Liqasında qayıdaq bir üst liqaya və daha o sonuncu D liqasına düşməyək, amma seçmə mərhələlərdə hansısa turnirin final mərhələsinə çıxmaq bu utopiyadır. Bugün açığı da, məsələn, Santuş gələndə də deyirdi ki, mənim bu komandam bir ildən sonra fərqli futbol oynayacaq, fərqli oynadı, amma daha pis formada. Deyirdi ki, bu milli Avro 2028-in final mərhələsinə çıxacaq. Hamımız başa düşürük ki, bu mümkün olası bir şey deyil. Ona görə tapşırıqlar da real qoyulmalıdır, amma sistem anlamında, biraz təcrübə anlamında, biraz futbolçuların potensiallarından yararlanma anlamında Qurban Qurbanov daha uyğun, daha məqbul variantdır. Ona görə bugün məsələn Ayxan Abbasov Şamaxıda və millidə işləyirsə, niyə Qurban Qurbanov Qarabağda və milli komandada işləməsin? Məncə ola da bilər, niyə də yox? Çünki zaten millinin 6, 7, 8 futbolçusu elə Qarabağlılardır. Və Avrokuboklarda ən azı bir neçəsi Toraldır, Elvindir, Nərimandır, Bəhluldur. Daim oyunlarda iştirak edirlər. İndi Musa Zədəlidir, o qayıtsa o da iştirak edə bilər. Şahrüddin özü Azərbaycan Premyer Liqasında oynayır, Bədavi Premyer Liqada. Yəni əlinin altında milli üzvləri var və onlardan millidə istifadə eləyə də, daha doğrusu klubda komanda istifadə eləyə də milliyə daha hazırlıqlı vəziyyətdə gətirə bilər. Məsələn, Abbas özünün indi yadıma düşə deyirəm. Müxtəlif variantlar var. Davam eləyəcəklərsə indi Ayxan Abbasovla da mümkündür, amma dediyim kimi bugünkü şərtlər altında, bugünkü reallıqlardan millidən nəsə böyük bir gözlənti yoxdur. Oyun düzülüş sistem anlamında bəzi şeylər var. İndi bəlkə də mənim fikrimi çoxları qəbul eləməyəcək. Və bunu mən öz fikrimi deyirəm, amma qarşı tərəfin fikrinə də həmişə sayğı ilə yanaşıram. Çünki futbol elə bir oyundur, elə bir prosesdir ki, hərə bir cür görür, hərənin bir gözü var, hərənin bir baxışı və yanaşması var. Hər nə qədər biz desək də ki, Azərbaycan milli komandasının futbolçuların o belə səviyyəsi elə yüksək deyil, keyfiyyət baxımından o qədər düşündüyümüz qədər deyirlər, amma mən fikirləşirəm ki, Azərbaycan millisinin yaxşıdan pisdən bacardığı o futbolçuların imkan verdiyi potensial topla oynamaqdır. 5-li müdafiə futbolu o topla oynamaq üçün deyil. O daha çox müdafiədə oturub əks hücumlara çıxmaq və əks hücumlarda nəsə döyüşərək, savaşaraq nəsə eləməkdir. O döyüşkənlik bizimki deyil. Milli ruh başqa şeydir, amma hər oyunu durub döyüşkənlik hesabına nəticə qazanmağı düşünürüksə, şəxsən bilmirəm nə qədər realdır. Qurban Qurbanovun sistemi, o istənilən sistemdə əgər motivasiya yoxdursa, əgər futbolçular o ruhla, döyüşkənliklə oynamırlarsa, o işləməyəcək. O bəlkə lap top komandalarda o artıq ustalıq səviyyəsində gözümlü oynayarlar. Bizim kimi ölkələrim, Qarabağın özündə belə baxırsan futbolçular Avrokubok maçlarında sona qədər döyüşürlər, hər topun uğrunda mübarizə aparırlar. Bu öz yerində. Amma burada sistemdə işləməlidir. Burada hardasa yenə deyirəm, nə bacarığımız var, topla oynamaq bacarığımız varsa ondan istifadə etməliyik. Az çox onu oynamalıyıq. Onun üzərindən yola çıxmalıyıq. Bunun üçün ona uyğun da məşqçi gəlməlidir. Çünki Ayxan Abbasov Şamaxıda bilirik də, yəni hədəf odur ki, komandanı Premyer Liqada saxlamaqdır. Əlinin altında elə böyük futbolçular yoxdur. Elə o döyüşkənlik, o sistemin müdafiə planında işləməsi hesabına müəyyən nəticələr qazanılır və biz alqışlayırıq. Milli komandada mən yenə deyirəm, əgər uduzmaq idisə Santuşdan elə Ayxan Abbasov olacaq. Müqayisədə götürəndə bugün milli ruh daha çoxdur. Bugün hardasa daha əslində əvvəlkindən yaxşı oynayırıq. Bunu indi İslandiyalı baş məşqçi də deyir, indi biz də görürük. Ayxan Abbasovun işini də mən kiçiltmək istəmirəm. Nəsə var, nəsə iş gedir. Amma yenə deyirəm, biz nə görmək istəyirik? Nə cür milli gözləyirik? Əvvəllər Binəyi qədimdən də 90-lardan əgər yadındadsa, Azərbaycan millisinin o ruhunda həmişə bir qələbə qazanmaq var idi. Güclü rəqiblərin oyununda. Bax, birinci bizim seçmə mərhələdə biz qələbə qazanmamışdıq. Çünki ev oyunlarını belə Trabzonda keçirirdi. Amma Polşa ilə qolsuz bərabərlik var idi. Orada xal qazandıq. Evdə oynamağa başlayanda İsveçrə kimi rəqibi məğlub elədik. Sonrakı illərdə mən xatırlayıram,
Türkiyə ilə eyni qrupdaydı. Bu 2002-ci il dünya çempionatına yollanarkən Türkiyə yığması yer gəlmişdi, tarixi nəticə qazandılar. Həmin seçmə mərhələsində Türkiyənin əsas rəqibi Slovakiya idi. Onda bizim üçün bir 10 günlük deyəsən şərait yaratmışdılar. Millimiz Beşiktaşın bazasında bir hazırlıq keçmişdi. Gəldik Bakıda Slovakiyanı qrupun liderini 2-0 hesabı ilə məğlub elədik. Qollardan birini deyəsən Zaur Tağızadə vurdu, birini Vadim Vasilyev və o zaman belə biz güclü bir Slovakiyanı məğlub elədik. Ondan sonra indi xatırladığım qədərinə hər siklda, məsələn, Azərbaycanda futbol olmayan vaxtlarda biz o vaxt Əsgər Abdullayevin rəhbərliyi altında Serbiya və Çernogoriya adlanırdı da yığma. Orada heç elədik, Bakıda məğlub eləyə bildik. Halbuki deyəsən Mixayloviç idi baş məşqçi, demişdi ki, Azərbaycana 6 qol vuracaq, böyük hesablı məğlubiyyətə uğradacaq, amma birində heç elədilər, birində qələbə qazandıq. Yəni o vaxtlardan belə bizim millimizin hər seçmə mərhələsində bir qələbəsi var idi. İndi elə bil onu da tərk etmişik. İndi elə bil ki, o da yoxdur. Axır illəri mən xatırlayıram, hərdən bir elə sikllar olur ki, biz idealansı komandanı ya büdrədə bilək, ya büdrədə bilməyək. Son illərdə. Elə bir itirmişik, o ruhu da itirmişik. İndi bəlkə o qayıtsa Ayxan Abbasovun rəhbərliyi altında da müəyyən nəticələr olar, bunu demirəm. Amma yenə də müqayisəyə qoyanda mən elə fikirləşirəm ki, gələcək üçün millidə daha yaxşı işlər görmək olar. Hə Millətlər Liqasında biz bəli Ayxan müəllimlə davam eləyib qayıda bilərikmi? Yenidən üst liqaya bəli qayıdarıq. Amma məsələ tək adlarda da deyil. Bu Qurban Qurbanov olsun, Ayxan Abbasov olsun, Rəşad Sadıqov olsun, bir qeyrisi istənilən Azərbaycanlı. Mən əcnəbinin tərəfdarı deyiləm, çünki əcnəbilər o qədər gəlib gedib qeyri-adi də bir nəticə ortaya qoya bilməyiblər. Elə o məğlubiyyətləri bizimkilər də bacarır, o hərdən bir heççələri bizimkilər də eləyir. O hər siklda bir möcüzəvi qələbəni dediyim kimi biz 30 il əvvəldən də bacarmışıq. Yalnız yerlilərlə yola davam etmək lazımdır, amma yerlilər arasında da ümumiyyətlə qoyulan tapşırıq baxımından da, yaradılan şərait baxımından da, təcrübə baxımından da, futbolçuların potensialından düzgün yararlanmaq baxımından da ən optimal varianta getməliyik. Mən belə başa düşürəm prosesi. Ayxan Abbasovun açıqlaması var. İslandiya ilə maçda xal qazanmağı çox istəyirdik. Təəssüf ki, uduzduq. Rəqibin gücünə bələd idik. Digər rəqibimiz Ukrayna ilə müqayisədə İslandiya daha güclüdür. Sadə qollar buraxdıq. Heyətdəki itkiləri də unutmamağımızı istəyirəm. Fransa ilə oyuna hazırlaşacağıq. Bu qədər yəni. Bəllidir. Yəni biz də danışsaq bunu danışardıq Ayxan Abbasov da. Yəqin ki, futbolçuların müsahibələri də bax bu yöndən olacaq. Əslində bir məyusluq hiss eləyirəm Ayxan Abbasovun müsahibələrində, daha doğrusu bu son açıqlamasında. Çünki məsələn indi əvvəldən də Ayxan Abbasovdan soruşsaydılar ki, İslandiyadanmı, Fransadanmı xal götürə bilər? Təbii ki, İslandiya yığması deyəcəkdi. İndi onu da başa düşürük ki, İslandiya özünə də xal lazımdır. Çünki minimal olsa da müəyyən şanslar hələ ki qalır, yəni biz efirdə olan vaxta qədər. Ona görə hardasa başa düşürəm, onlar da köklənir. Oyunlar biraz ümid vermişdi, orada daha yaxşıdır. Bəlkə də o məqama vurğu eləyir Ayxan Abbasov ki, Ukrayna ilə müqayisədə İslandiya həqiqətən güclüdür. Yəni oyunlardan bir xal almışdıq, digər oyunda az qala yaxın idik. Məncə başlanğıc da yaxşı alınmadı. Biz bəlkə daha rəqibi irəlidə qarşılasaydıq, bəlkə topu rəqibə verməyib də mübarizə aparıb oyunu meydanın mərkəzində davam elətdirə bilsəydik, fərqli alınardı. İndi o deyir, davadan sonra yumruq atmağın mənası yoxdur. İndi olub bitmiş bir hadisə haqqında danışmaq təbii ki, rahatdır. Biz çox müxtəlif variantlar, çox müxtəlif fikirlər deyə bilərik, amma fakt odur ki, alınmadı. Çünki oyun başlayanda mən yenə deyirəm, birinci qola qədər biz çox dərin müdafiədə oturmuşduq. Demək olar müdafiədən çıxa bilmirdik, demək olar top görmürdük. Yalnız dağıdıcılıqla, yalnız topu vurub çıxartmaqla belə rəqiblər qarşısında xal qazanmaq çox çətindir. Buraxılan qoldan sonra yaxşı reaksiya verdik. Az qala 2-3 dəfə yaxşı hücuma çıxdı, orada da tamamlaya bilmədi. Bəlkə orada bərabərlik qolu gəlsəydi, biraz oyunun sonrakı dəqiqələri fərqli alınardı, amma bu bəlkələrdir. Fakt odur ki, alınmadı və bundan sonrasını düşünərkən mən yenə deyirəm, yəqin ki, Fransa maçından sonra artıq bilirik, bu seçim mərhələsi sona çatır və o biri Millətlər Liqasına qədər kifayət qədər vaxt olacaq. Bu federasiya rəhbərliyi arasında Ayxan Abbasovla da artıq rahat-rahat danışıqlar olacaq, gələcəyin planları cızıla bilər. Ümumən Azərbaycan futbolunun inkişafı istiqamətində nələrsə düşünüləcək. Düzdür, bax bu gün ikili fikirlər var. Bir tərəfdən deyirik ki, Azərbaycan Premyer Liqasında legioner limiti yığışdırılıb.
Ona görə yerlilər az oynayır, amma digər tərəfdən bəzi komandalarda bəzi futbolçulara baxırsan, məsələn Mustafa Əhmədzadəni Ayxan Abbasov son anda deyəsən çıxartdı millinin heyətindən, amma adam limit olsa belə, yəni legionerlər rahat oynasalar belə, Mustafa Əhmədzadə Araz Naxçıvanda son dövrlər start heyətində oynayır, kifayət qədər yaxşı təsir bağışlayır. Ayrı-ayrı futbolçulara deyə bilərik ki, hətta legionerlər oynaya bilməsinə baxmayaraq onlar da start heyətində yerlərini qoruyurlar və oynayan oynayacaq, qısa və konkret. Qarabağda olan futbolçular və Elvin Cəfərquliyev təəssüf ki, bugün zədəli idi, çox lazım idi, yəni onundan yararlanmaq olardı. Amma nə olursa olsun, bilirsən məşqçinin də işi odur ki, əldə olan futbolçulardan daha yaxşı yararlana bilsin. İndi bəziləri zədəlidir, bəziləri formada deyil, bəzilərində ruh düşkünlüyü var. Ümumiyyətlə, yəni Şir məsələn qocalır, o heydən düşür. Millidə elə bir ruh var. Başa düşdü, düzdür, hər nə qədər çalışır, döyüşürlər, vuruşurlar, amma sanki məğlub mentaliteti var. Sanki özləri də özlərinə inanmırlar ki, biz qələbə qazana bilərik. Sanki inanmırlar ki, o qələbə mütləq şəkildə bizim tərəfimizdə olar. Biraz inamsızlıq görünür. Döyüşkənlik başqa şeydir, amma qələbə mentaliteti başqa şeydir. Ona görə belə hiss olunur ki, yox, yəni bu gün istədiklərini eləyə bilmədilər və şəxsən mən də hardasa ümidli idim ki, bu oyundan bəlkə bir xal götürərik, ən pis haldır, amma gördüm yox. Olmadı, alınmadı və türklər demişkən irəli baxacağıq. Zaten başqa elə bir şey də demək olmur. Hər halda indi bu gün də məğlubiyyətlə günü sonlandırmaq məcburiyyətində qaldıq. Qısaca olaraq, yəqin ki, Fransa oyunu ilə bağlı da elə danışılacaq çox şey yoxdur. Komanda orada nə etməlidir? Daha az topmu buraxmağa çalışmalıdır. Yəqin bundan başqa bir izah vermək istəsən də bu oyunla bağlı. O Elvin Cəfərquliyev ilə Fransa ilə səfərdəki oyunla bağlı sual verilmişdi ki, bəs gözləntiniz nədir? Elvin Cəfərquliyev demişdi, valla nə deyim, yəni çalışacaq ki, oynayaq. Bizim həmkarlarımızdan biri də onun fikirlərini öz dilinə çevirib deyirdi ki, bəs Elvin Cəfərquliyevin fikri o idi ki, nə qədər az qol buraxsaq bir o qədər başımızın ucalığıdır. İndi vəziyyət yuxarı-aşağı elədir. Fransa elə bir komandadır ki, burada hardasa bəlkə əvvəldən də məğlubiyyətə qəbullanmış kimi görünür milli komandamız, amma məğlubiyyətin kiçik hesablı olması daha məqbuldur. Ona görə hansısa bir gözləntidən danışmaq çətindir. Çünki Fransanın heyətində hətta az oynayan futbolçu belə bizimkilərdən 5 qat, 10 qat daha yaxşıdır. Bəlkə az oynayanlar özlərini isbat eləmək üçün də alışıb yanırlar. Amma mən sonda bir də istəyirəm bir məsələyə toxunum. Bax, mən həmişə onu fikirləşmişəm ki, Azərbaycanda azərbaycanlı məşqçilərə həmişə güvən az olub, söhbət tək milli komandadan getmir. Tək milli komandalardan getmir. Mən aşağı yaş qruplarını da nəzərə alıram. Həm də klub səviyyəsində ümumən baxırsan ki, bir uzun illər boyu azərbaycanlı məşqçilərə qarşı bir etimadsızlıq var. Və dünən idi Didier Deschamps-ın müsahibəsini oxudum. O da deyir ki, Fransada Fransalı məşqçilərə qarşı böyük bir etimadsızlıq var, güvən yoxdur və tək məşqçilərə yox, hətta klublarda işləyən idman direktorları, menecerləri belə nəzərdə tutub deyir ki, klublarda baxın əcnəbilər çox işləyir, vəzifələri də əcnəbilər tutur. Fransada hətta fransalı məşqçilərə o cür etimad yoxdur, xaricdə işləyənlərimiz get-gedə azalır. Yəni o da gilə-güzar eləyir. Yəni mən belə başa düşürəm ki, bu deyən bir çox ölkələrdə öz məşqçilərinə o qədər də qiymət vermirlər. Emin, təşəkkür edirəm. Sportal TV-də siz Azərbaycan-İslandiya oyununun müzakirəsini izlədiniz. Oyun sonrası fikirlərimizi Sportal AZ saytının təsisçisi Emin Abbasovla birgə bölüşürdük. Qarşıda yeni buraxılışlarımız olacaq. Hələlik milli dönəmindəyik və millinin növbəti oyun ərəfəsində yenidən oyun qabağı və yaxud da sonrasında baxacağıq. Qarşınızda olacaq. Bütün kanallarımızı, bütün platformalarda olan kanallarımızı izləyin, abunə olun. Hər gün daha da artan video sayı ilə belə deyək qarşınızda olacaq. Bu günlük bu qədər, hələlik.